aydır da işləyirəm. Öz şotuma işləyirəm mən. Özüm öyrənmişəm. Mən anama demişəm ki, gedim saç ustası öyrənim də, nəsə bir öyrənim. 17 yaşım mənə deyirdi, 5 manata saç kəsəcəksən, küçsən başla, anın dayanıb da dalında. Deyirdim, mama xoşum gəlir də paltar tikməkdən, qoy dərzi olunma deyir. Küçsənin başla, 2 manata ayaqqabı düzəldəcək, nə bilim nə düzəldəcək. Yəni o mənə ancaq belə böyütdü. Ancaq külbaşva lazım deyir, mən varam. Getdim ailə, boşandım, çıxdım, gəldim. 2 uşaqla çıxdım, gəldim. Xalam o yandan dedi ki, apar uşaqları atasının üstünə at. Anam dedi ki, haram xoşun olsun, yorulmuşam sizdən. Qaldım belə havada. Havada qaldım. Başladım nevroloji dərmanlar içməyə. Bildiniz? Ona görə valideyn düzgün qaydada uşaq böyütməlidir. Mən varam, mən dalındayam, mən qabağındayam. Bunlara aldanmayın. Bunlar boş şeylərdir. Biz bunları çox eşitmişik. Dalındayam, qabağındayam, sağındayam, solundayam. Bunu mən eşidə böyümüşəm. 32 yaşım var. Heç kim mənim dalımda deyənməyib. Heç vaxtı. Mənim anam mənə pislik eləyənlərin yanında dayanıb ki, düz eləmişsiniz, elə buna bu da azdır. Bildiniz, mən həyatda təkəm, mən heç kim deyə bilməz ki, məsələn, mənim anam mənə dəstəkdir bugünkü günü. O da mənim uşaqlarıma yazığı gəlir. Mənə o sevgi ilə böyütməyib, mən o sevgi görməmişəm. Deyirsiniz, uşaqlara sevgi ver. Mənim verdiyim sevgini mənim anam, atam mənə verməyib. Mənim yadımda deyil, mənim anam evdən çıxanda desin ki, sağ-salamat gəl. Bir amca dalaşan kimi avariyaya düş, kamazın altında qal, meydün gəlsin. Süh. Qulağım dedi, baba, bununla böyümüşəm. Süh. Mən bununla böyümüşəm. Mən başqa söz eşitməmişəm. Mən görməmişəm ki, gəlsin məni öpsün ki, gözəl qızım, nə bilim, nə qızım. Mən yadımdan çıxar elə şeylər. Mən elə böyüməmişəm. Mən elə böyük şeydir ki, sevgisiz böyüyə uşaqlarıma sevgi vermişəm mən. Mən onlar üçün neynəməliyəm ki? Vaxtı ikən jetonlar gəlib, olanın da pulunu onlara vermişəm də. Bəlkə hansısa qıraqda oğlan saxlamışam, oğlana paltar almışam, maşın almışam. Qızıl almışam, neynəmişəm ki? Mən nə qazanıram ki, mən bunlara da nəsə eləyim? İndi nə qazansam da, neyniyim mən? Nətər eləyim? Gedim oğlan üstünə yıxılım, yoxsa üstü-üzə yıxılım? Nətər eləyim mən? Mən nə qazanıramsa qapılardan, küçələrdən, onlar hamısı olan qarnındadır. Hər gecə mən əlimdə bazaraqsız bu evə girmərəm. Yəni, siz də görməsəz, qonşular görür, küçədəkilər görür, marketdəkilər görür ki, mən onları Alman mağazinin şeyləri, şokoladları, Rusiyan kalpasaları, İspetrolla üzbəüz xaricdən gələn sular, xaricdən gələn şokoladlar, şirniyyatlar, mən onları elə eləyirəm. Nə pulum olar, mən onlara xərcləyəm. Mənim qıraqda 5 manatım da yoxdur. Mən neynəməliyəm ki, nətər eləyim? Ana necə olur ki? Mən bugünkü günü Raulu bilirəm ki, Raul qətiyyən təhsilə marağı yoxdur. Mən bunu bilirəm. Mən 15 minmi küçəyə atıb müəllimlərə yedizdirə bilmərəm. Hazırlıq müəllimlərinə 10 min, 15 min yedizdirib küçəyə ata bilmərəm. Mən 15 minin üstünü ilkin ödəniş verərəm, kreditə girərəm, bir dənə balaca bir maşınlıq yer götürərəm oğlumun adına. Oğlumun 18 yaşına qədər oranın kreditini bağlayaram və oğlumun əlinə sənət verərəm, gedər orada işləyər. Çünki o atasız uşaqdır. Onun atası olsa da o atasız uşaqdır. Və Raul dəcəl uşaqdır. Raulun ki, vırsın, dağıtsın, töksün, onun vecinə də döyür. Elə uşaqlara əlinin qabarı lazımdır ki, bu əli qabarlansın, işləsin, başını işlə qatsın. Avaraçılığa vaxtı olmasın. Başqa şeylərə vaxtı olmasın. Mən nə qədər də desəm, mənim övladlarım tərbiyəlidir. Handa bir adamların, uşaqlarını biz çox yerlərdə görmüşük. Mən bilmirəm sabah onlar nə ola bilər. Amma mən qızımı bilirəm ki, mənim qızım həkim olacaq. Çünki onun canında var. Rəhimənin əlində tualetə də gedəndə o uşaq şeylə gedir, kitabla gedir. Mən onu bilirəm ki, o oxuyacaq. Ona 30 min də olsa, o pulu qoyaram ki, o oxuyacaq. Bilirəm ki, həkim olacaq da. Yəni, mənim uşağım 5 dənə adamın içindən çıxanda ingilis dilində danışa bilir, kitabdan danışa bilir, nağıllardan, handa bir kitablar almışam ona, kitabçılardan kitablar götürür, başlayır oxumağa. Tətil günləri kitablar aldırır mənə, başlayır o. Raul elə deyir axı. Aymə, McDonald's-a gedik, yepsi də təzə şey çıxıb, aymə. Baxıram buna, deyirəm buna aidiyyatı yox. Aymə 18 çıxdı, 18. Ata sən 7 yaşın var, aymə 18 çıxdı. Sirena rəydə aymə qara rəngini alarsan mənə. İndi bilsən niyə Raul sakit yanı? Demişəm ona 4-cü sınıfda sənə iPhone alacağam.
Rəhimə ilə Raulun arasında dağlar qədər fərq var. Dağlar qədər. Raulun mənim saxlamağımdan ötəri, mən gərək gedim Ərəbistana, şeyxə ərə gedim ki, onun şotuna Raulu saxlayım. Raul söksün, dağıtsın, sındırsın, mən də xərcləyim. Söksün, dağıtsın, mən də xərcləyim. Mən nətər eləyim? Mən necə eləyim? Valla, Qurana and olsun, mən bilirəm də, uşaq mənimdir, mən bilirəm. Mən uşağa baxanda bilirəm ki, oxuyucu yoxdur. Raul qətiyyən, az kitab bizi açmır. Məktəb dərslərini batsına 2 dənə şokolata yazdıran adam deyir. Gör mənim qızım nə qədər ağzı ayrıqdır ki, ağzı. 2 dənə şokolata batsına bütün dərslərini yazdırır. Gör bu nə qədər banditdir. Sinifdə sinif yoldaşlarını yazdırır testləri. Sən başa düşürsən, bundan nə gözləyirsən sən? Hə, nə? Heç nə. Heç nə. Ha, babam sınıf eləyib. Müəlliməsi o gün nə deyib ki, Raul sən yox idi, sinif sakitçiliyi idi. Gör müəllimə nə deyir? Utanıram. O günləri gedib oturub koridorda özü üçün tualet adı ilə gedir, yəni koridordakı dərs qutarsın, geçsin, girsin içəri. O günlər müəlliməsinin yanına gedmişəm, söhbət edim, dala çönür, kapasanı soxur, fırrandı. Dala çönür, yiyir, durur. Ancaq bunki yemək. Alır, yığır kalpasaları, kolaları, ayran, kola, nənə qoyur onun üçün banan, apelsin, fındıq. Elə bir piknikə gedir. Aslında məktəbdir, başlayacaq. Piknik eləyib oranı. Mən bu uşaqdan nə gözləyim, qurban olum sən. Bu öyrənmir də. Bilsən mən nə qədər ona əziyyət vermişəm, ayaq üstə saxlamışam, at saxlamışam. Yəni, oxumursa oxumur da. Məsələn, mən həyata bir də gəlsəydim, mən təhsil almazdım. Kişi kimi düzün deyirəm də, yalandan nə deyim ki, anam elədi. Yox, mən təhsil almazdım. Düz deyirəm də, yəni bir də həyata gəlsəydim, heç vaxtı nə Bakı dövlətdir, nə magistr, fakistr, nə və heç başım da çıxmır o yerlərə. İstəmirəm. Əlimin sənəti olardı, yaxşı pulum olardı, gözəl bir salon açardım, orada başlayardım qaş tutalıq eləməyə. Mən xoşlayıram, sakitləşirəm də belə şeylərlə. Yəni, amma təhsil almazdım, yalandan nə deyim. Ücey deyir, geçdi, ücey tərbiyə geçdi, deyir, 7 aylığında öyrənməlidir, ondan deyil. Tərbiyə ondan deyil. O, onun qanında, mənim atamın 45 yaşı var idi, anam ona təptəzə maşını aldırırdı, bir damcı maşın vururdu, anam satdırırdı ona, gedirdilər, vazdan götürürdülər, səhər 9-da alırdılar, çıxırdılar. Mənim atam, atasından atalıq görməyib, analıq görməyib, mənim anam analıq eləyib. Atam kardinal qolbaqla gəzirdi, sepi ilə gəzirdi. Nə olsun? Mənim atam o qədər ona pul xərclədi, inanırsan, mənim atam nə vəziyyətdə rəhmətə getdi. Heç nəsiz. Heç nəsiz. Heç nəsiz. Başa düşsən, heç nəyi yox idi mənim atamın. Baxıram ki, Raul, nə qədər də mən onu fırlatsam, Raul atasını oxşuyur. Raul atasını oxşuyur, dağıtsın, töksün, sındırsın. Mənim atası bilsən nə qədər cehizlərimi sındırıb. Bageymalarım sınıq-sınıq. Söz deyirdim, vurub sındırırdı. Az ağzını açırsan üstlənir. Az ağzını açırsan qışqırır. Ağzını aça bilmirsən. Raula baxıram ki, Rəhimə onun sözü qışqırır. Çünki hamiləlikdən keçdi buna. Atasından keçdi buna. Mənim atam da eləydi. Söz biz evdə danışa bilmirdik ata ilə. Ata ilə ümumiyyətlə danışığımız şeyimiz yox. Elə şey olar. Raula baxıram ki, Raul da elədir. Abacı danışa bilmirik. Bu nədir? Elə şey olar. Elə şey olar. Parfümlər nədir? Qız mənə oxşamır, ay bacı. Qız bibisinə oxşuyur. Mənə hardan oxşasın? Mən hırla zırı qanmıram. O bibisinə oxşuyur. Bibi texnikumu qutarıb kollecə girib, kollec qutarıb universitetə girib, oturur bütün günü evdə, bibinin padruqası yoxdur. Bibi baxır patoloqa sakin. Belə. Bekar olur, kitab oxuyur. Bekar olur, yenə kitab oxuyur. O onu oxşayır. Padruqa yox, bir şey yox. Mənim baldızım elətdə padruqası yox, dostu yox. Düşsün küçələrə qızlarla gəzsinlər. Padruqaları olsun.
Ora getsin, bura getsin, nəmliyir, yox, elə şeylər yoxdur. Bir sənin bacısı necə adamdır, 90 neçənci ilin qızları var idi, təhsilli qız. Maşın ustası bacı, bir dənə də plavda kutoriya açacağım olacaq. Plavtoriya, onunla deyə də bilmirəm, kül mənim başıma, öz işimi deyə bilmirəm, qala uşağımın içini. O yerdən açacağım olacaq, qəşəng. Bir yanda qızlar üçün olacaq, qızlar rahat gəlib getsin, bir yanda kişilər üçün qəşəng. Cruz, Honda, 07, hamısını qoy, öyrənsin, otursun, işləsin. Az deyə bilmirəm də plavtor krolya, ondan. Skvojumalka, skviyaznak. Mən bu şeylər deyə bilmirəm ki. Mənlə sən Günel, mənlə getmişdi. Qrup şəklində getmişdik, tək-tək. Deyəsən, mənə çox verdilər, sənə az yanırsan. Ya da 100% sənin oğlanın mənim direktimdə yatır ki, yanırsan. Yanırsan. Servis deyirlər də. Hə də servisə qoyacağım. Qəşəmlə servis açacağım, onun üçün geçsin işləsin. Ağzı panik atağı necə asım? Nə bilim, mən panik atağı bilmirəm. Vallahi Yasamalda bizim elə dayımın elə dostları olub ki, yəni ad çəkə bilmərəm də, handa bir yerlərdə işləyiblər. O adamın bir oğlu var ki, şeydə işləyir, motorist işləyir. Onu nömrə bir tanıyırlar, hamı onu tanıyır. O onunla deyil ki, vəzifəli adamın uşağı oldun, gedib bahalı bir yerdə işləməlisən. 14 yaşından qoyacağım, hə. Baxıram da, indi 4-cü sinifdən baxıram ona. Amma diplomları düzadı da hamısı, yəni oxuyacaq, götürəcək. Mən onu diplomsuz qoya bilmərəm. Diplomsuz, zadsız qalsın ortalıqda. Yox, diplomla, zadı ilə. Oxusun, oxumaq yaxşı şeydir. Öz sənətivin diplomunu almaq çox gözəl bir şeydir də, yəni. Həqiqətən də öz sənətivin diplomunu almaq gözəl bir şeydir. Hansı sənətdə işləyirsə, onun sertifikatdır nədir, onu yox, əsl diplomunu alın. Diplom gözəl şeydir. Düzdür, atırsan qırağa qalır, amma həqiqətən də diplom gözəl bir şeydir də, yəni. Atistat da götürə bilər 9-dan, amma 11-dən də götürə bilər. İnsandır da, uşaqdır. Bir də görərsən onun 18 yaşı olar, əsgər gedər, gələr. Ondan sonra mənə deyər ki, bu işdə işləmək istəmirəm, universitetə qəbul olmaq istəyirəm, bəlkə hazırlaşmaq istəyirəm. Mən uşağımın həyatı ilə oynaya bilmərəm axı. Mən onu həm oradan, həm buradan olmaz. Bu kimdir? Bu nə bitti aslında? Deyən görüm. Uşağı saxlaya bilmirsən, sinöv 5 metrə qabağa vermirsən, telefonu da əlində tutmursan ki, sən ana başı o telefonu əlində tutursan ki, sən uşağın istədiklərini ala bilmirsən. Mən sən kimi qadınlara hörmət eləmirəm. Sən kimi qadınlara da 5 manat da tutmaram. O uşağın heç bir günahı yoxdur. Get işdə də. Get işdə də, get düş küçələrə, get sədrəydən duxal, doldur, küçələrdə başlı salonlara gir, ora-bura gir. Gündə 10 manat işləyə bilməyəcəksən sən. Get işdə uşağı saxla da. Cəmaatdan pulunu istəyirsən. Cəmaatın da anası, bacısı sizin kimi işləyir. Siz necə işləmirsiniz, oturursunuz evdə. Cəmaatın anası gedir saat 7-də, gəlir gecə 9-da. Sizə borcu var, gidin işləyin də sizdə. Yaxşı deyir, uşaq doğmuşam, tort ala bilmirəm. Uşaq doğmuşam, vertibet ala bilmirəm. Deyəsən, əli qolunda problem var, işləyə bilmir, bu başqa. Maşallah, mənim anamdan artıqdır sizin anonuz. Qoyun anonuzun üstünə gedin işləyin də. Bu TikTokda nə var, dilənirsiniz. Maşallah, anonsu Allah can sağlığı versin. Kraskasılarından qalmırlar, dırnaqlarından qalmırlar, sarafanlarından qalmırlar. Mənim anamın bir dənə cındır paltarı var, gecə yürür, səhər giyinir. Əyninə paltar da qıymış. Da başqa şeylər deyə bilmirəm. Mənim anam məni elə böyüdüb. Onkoloji xəstə, ağır şəkər xəstəsi, şəkər xəstəliyinə görə nə dərman içir, nə müalicə alır.
Bir dənə hirsləndirən kimi 450 koma vəziyyətinə düşür, ağzından köpük gəlir. Anamdan artıqdır anuz. Qoyun üstünə gedin işləyin. Cavan gəlinlərsiniz. TikTokda ada dingildiyirsiniz. Gedin işləyin də. Az deyəndə məndən zəhlələri gedir bacı. Heç biri məndən xoşu gəlmir bacı. Başlarına daş düşür. Daş düşür başlarına ki Zuzu bizə deyir ki işlə. İşləyin də. Buradakı gəlin qızlar da işləyir də. Yazıqlar səhər 7-də gedirlər, işə 9-da gəlirlər, 300 manat maaş alırlar. Siz də gedin işləyin də. Uşaq doğmuşam, uşağa baxıram deyənə işləyə bilmirəm. Niyə? Anoz var da, baxsın da anoz. Dağ kimi anoz var, başın kraskasından da qalmış. Anon əlini qaldırıb başına kraska qoya bilir. Qoya bilir də, uşağı da baxsın da. Uşağa baxmaq nədir bəyəm? Süd verir anoz, süd vermir ki. Bir dənə çay içirsən, qoyursan uşağın qabağına çay. Bitkə çörəkdir, qoydun qabağına oturdu yedi. Qoy divana otursun, baxsın televizora. Nə olar ki? Xoşları gəlmir. Bu TikTokerlərin 90%-i məndən acığı gəlir. Hamısı deyir ki, Zuzunu kişi saxlayır. Zuzu ona görə bizə belə partlayır. İstəmir ki, biz burada kart qoyaq. Mənə hansı kişi saxlayırız? O kişi kimdir? Kim saxlayır məni? Mən onu tanımıram. Mənim qabağıma çıxan aclar olub ömür boyu. Ömür boyu acı oğlanlar çıxıb qabağıma. Məndən qabaq ağlayıblar. Kim mən saxlayıb ki? Kim saxlayıb məni? Zuzu bəyəm evsiz, eşiksiz gəlmişdi TikToka. Zuzunun evi zadı var idi da, buradaydı evim. Zuzu qızıl taxırdı da. Bu günləri bütün günün videomu qoymuşam ya, uşaqlıq videolarımı ki, kör-köstar görsün. Zuzu elə ömür boyu iPhone işlədib də. iPhone 4-dən tutmuş 6-ya qədər deyim. Köynə telefonumu bu gün çıxartmışam. Bu mənim köynə telefonumdur. 700 manata almışdım bunu. Mən ömür boyu iPhone işlətmişəm də. TikTokçuların hansı alıb verib ki mənə? Az bekardılar. Bekardılar bunlar. Anam saxlayır, ola da anası saxlasın. TikTok saxlamalıdır bəyəm. Nə danışsan sən? Deyə başladılar fake'lə partlayırlar. Ömür boyu iPhone işlətmişəm də mən. Sonradan iPhone görmüşəm bəyəm. Zuzu deyir, şeydir deyir. Zuzunu TikTokçular iPhone'lu elədi. Ki Zuzunun başına ki, buradakılar mənə iPhone'lu eləyib. Kim eləyib mənə iPhone'lu? Hansı oğlan çıxsın bayra bir dənə bitsin ki, ala çek. Baba çeki ala. Səni saxlayıram, kartun da budur, pul atıram ona. Göstərsin. Ən pasiletli qadın olaram mən Bakıda. Onu görsədib paylaşsalar. Ən axırıncı qadın. Siləcəm TikToku, gedəcəm. Bir oğlan çıxsın desin ki, mənim kartıma 200 manat atıb. Ya da mənə əlbəəl pul verir. Bakı elektron üstdən telefon almışam 3700'ə. Ayda da 600 manat verirdim. Duxu sata-sata, Rexona sata-sata, qaş eləyə-eləyə. Kim gətirib mənə pul verib? Yaxşı deyə. Rahatçılıqla Zuzunu saxlayan var. Bizim niyə maşınımız yoxdur? Güdün alın da. 4500 ilkin ödəniş, ayda da 450 manat. Bütün günü dilənirsiniz də burada. Az butiklərə pul xərcləyin, az bahalı yeməklər alın maşın qoyun altınızı. Sizin bəyəm əlvizə ayağınızı saxlamışam. Hamısı bu dəqiqə gedirsən Sumqayıtın o karslarına, o rentakarlarına. 4500 verirsən, 2014'ün maşınını götürürsən. Mənim maşınım bəyəm nədir? Servis maşındır bəyəm. 2013'ün maşınını sürürəm də. 4500 ilkin ödəniş verirsən, ayda da 450 manat. Onsuz dilənirsiniz də 10 manatdan burada. Gündə 10 manat dilənsiniz, 350 manat pul eləyir. 100 manat da uşağınıza o şantaj eləyib aliment alırsınız. O alimenti də qoyun onun üstünə 100 manat. Olur 450 manat, alın sürün də. Zuzu bəyəm canqan sürür, X5 sürür. Sanata sürürəm də, 2013'ün sanatası 500 manat üstünə xərc qoymuşum, hələ qutara bilmirəm. 2013'ü tökülmüşün sürürəm də, maşınım təkərlərdən belə gedir. Nə sürürəm ki? Acıqlarına Zuzunuz, kül Zuzunu. Əgər məni oğlan saxlasa, inanın Allaha ən axırıncı maşından aldıraram ona. Neyinirəm az mən? Mən neyinirəm tökülmüş maşını oğlan alsın versin mənə. Mənim həyatımda əgər məni saxlayan oğlan olsa, bir dənə canqandı, manqandı aldıraram ondan 2023 qoyaram ayağımın altına. Nə olub az mənə? Bujuteriya taxıram, başlarına da düşür ki qızıldı. Ala. Hamısı bu. Ay çuşqalar. Qızılda belə şey olmur. Bu bujuteriyadır.
Arada un verməyə bir-iki dəfə fırlanın, girin, baxın qızılla bu işləri. Qızılda bu olmur. Qızılın belə şeyi olmur. Başlarına zuzunu saxlayırlar, zuzuya sepsa da alırlar.